Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Bugün sizə möhtəşəm bir mənzili təqdim edirəm. Şəhərin mərkəzində düz sahil metrosunun düz yanında, bulvarın yanında, yeni tikili binada, möhtəşəm təmirli, tam əşyalı və zövqlə təmir olmuş, loft üslubda təmir olmuş, çox geniş 4 otaqlı bir mənzildir. Yəni təsəvvür edin, 250 kvadrat ölçüsü var bu mənzilin. Yəni gəzdikcə bitmir mənzil. Onu deməyə çalışıram. Möhtəşəm bir mənzildir. İdeal da proyekti var. Siz rahat əyləşin, bu mənzili sona qədər izləyin. Məncə peşman olmayacaqsınız bu mənzilin möhtəşəmliyini gördükcə. İndi mən mənzildə olan bütün hər şeyi, hər bir detalı bir-bir sizin nəzərinizə çatdıracağam. Gəlin başlayaq. Giriş hissədən mənzili sizə təqdim edim. Bura giriş qapısıdır. Görürsünüz, girişdən daxil olduqda sağ tərəfdə böyük qardırob yerləşdirilib. Yəni ora kifayət qədər paltar, ayaqqabı, nə əşyanız var tam rahatlıqla yerləşdirə bilərsiniz. Bu hissədə görürsünüz, divan kreslolar yerləşdirilib, gözəl tablolar dizayna uyğun, işıqlandırma da lüstr və spotlardan istifadə olunub. 2 ədəd böyük lüstr var, eyni zamanda spotlar da hamısı var, hazırdır və nəzərə çatdırım ki, mənzildə çox az müddət yaşayış olub. Yəni uzun müddətli yaşayış olmayıb, onu nəzərinizə çatdırım. Girişdən gəldikdə bu hissədə yenə divar içi şkaf yığılıb. Orada artıq əşyalarınızı, əlavə əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz. Mənzil dizayn əsasında təmir olunub və bahalı da təmir olunub. Buna inşallah mənzilə gəlib canlı baxsanız da şahid olacaqsınız. Bu hissədə gözəl bir guşə yaradılıb. Görürsünüz, yenə aşağı hissələr şkafdır. Aksesuarlar, işıqlar yerləşdirilib. Bu divarda mebel işləmələr görürsünüz, daraqlar, buralar da yerləşdirilib. Kondisioner qoyulub hazırdır. Burada deməli mən sizə otaqların yerləşməsini nəzərə çatdırım. Bura mənzilin qonaq otağıdır. Yanında uşaq otağı, burada bir yataq otağı, burada digəri, burada saxlanc yerimiz var və eyni zamanda bir dənə əsas yataq otağımız da yerləşib. Girişdən burada daxil olduqda solda. Gəlin oradan başlayaq. Mən bir-bir bütün otaqları sizə göstərim. Bura mənzilin əsas yataq otağıdır. Yəni valideyn yataq otağı deyək. Otaqların o nəzər çatdırım ölçüsü çox genişdir, rahatdır. Yəni bunu canlı baxanda da şahid olacaqsınız. Dediyim kimi görürsünüz, hər şey var. Yəni bura nəsə almağa ehtiyac yoxdur. Gözəl taxtımız, arxası yığılıb, sağ-sol güzgülər, buralar, bu hissədə belə gözəl make-up hissə deyək, əyləşmək üçün böyük güzgümüz var. Aşağısı seyirmədir. Bu yataq otağın daxilində 2 qardırob otağı var. Bu hissədə biri belə deyək, xanım üçün, biri bəy üçün. İçərisini də göstərim. Genişlik də yaxşıdır. Bütün əşyalarınızı tam rahat yerləşdirmək imkanınız var. Gözəl, böyük ekran televizor, yenə aşağı hissəsi də gözəl işlənibdir. Burada isə ikinci, belə deyim, qardırob otağı xanım üçün nəzərdə tutulan. Digərindən hətta ölçü olaraq biraz da böyükdür və burada əlavə bir ədəd də saxlanc yerimiz var. Əşyaları qoymaq üçün bu yataq otağının daxilində. Bu hissədən də göstərim, yəni mənzilin möhtəşəmliyini belə deyim, danışmaqla bitirmək olmaz. Burada kondisionerimiz də var və yataq otağının daxilində sanitar qovşağımız var. Buranı da ümumi olaraq göstərim. Tam hazırdır, hər bir şey dediyim kimi az bir müddətdə yaşayış olub. Yəni ümumi olaraq göstərirəm, çox da təkrara yol verməmək üçün sadəcə mənzil haqqında tam təsəvvürünüz yaransın. Burada isə paltaryan üçün yer ayrılıb. Yine bu yataq otağının daxilində çamaşırxana deyək, burada paltar ütüləmək üçün hər şey burada nəzərə alınıb. Bura isə mənzilin ümumi sanitar qovşağıdır. Hər yataq otağının daxilində ayrıca var və bu da ümumi olan sanitar qovşağımızdır. Tam olaraq göstərim. İçərisi çox genişdir. Divar içi aksesuarlardan istifadə olunub. Gözəl moydadır. Yəni hər bir şey bahalı və keyfiyyətlidir. Onu nəzərinizə çatdırmaq istəyirəm. Keçək, indi isə mən sizə göstərim. Başlayaq o hissədə qonaq otağından və digər yataq otaqlarının hamısında göstərəcəm və dediyim kimi mənzil gördüyünüz şəkildə satılır. Əlavə olaraq yəni heç nəyə götürülmür. Bura isə gözəl, göyçək, belə deyim, mənzilin qonaq otağıdır. Kvadrat şəklindədir. Bütün əşyalar da görürsünüz, hər bir şey yerləşdirilib. Bu hissədə deməli divan, kreslo, 8 nəfərlik masamız var burada.
və yerləşməsini də göstərim sizə. Burada indi görəcəksiniz sahil metrosunun düz yanında. Görürsünüz, sahil metrosunun çıxışıdır. Bu hissədən isə bulvardır. Burada deməli nəyimiz var? Gözəl masaüstü işığımız üstümüz, buralar. O hissədə aksesuarlar qoyulub, onlar üçün yer nəzərə alınıb. Dediyim kimi divan kreslo bu hissədə yerləşdirilib. Mənzil dediyim kimi loft üslubda zövqlə dizayn əsasında təmir olunub. Burada dekor saatımız, işıqlandırmada isə spotlardan istifadə olunub ümumilikdə. Burada böyük ekran televizorumuz var. Aşağı hissəsində şkafdır, gözəl də TV stendimiz var bu hissədə. Bunun böyüklüyünə, möhtəşəmliyinə bir baxın. Yenə burada buralar, bu hissədə bunlar da şkafdır. Bunların içinə əşya yerləşdirə bilərsiniz və mətbəx isə burada. Yəni bu hissədə nəzərə alınıb, yəni belə dizayn olunub. Burada da mətbəx mebeli var, bütün texnika, soyuducu, paltar yuyan, qab yuyan, yəni bunlara artıq deməyə ehtiyac yoxdur. Hər bir şey var, hər bir şey qaydasındadır. Masamız, dekorlar, bir sözlə dediyim kimi möhtəşəm mənzildir. Və buradan da mənzilin parka görünüşü var. Keçək, mən sizə göstərim digər yataq otaqlarını. Buradan ikinci yataq otağını göstərim, artıq birini göstərdim. Əsas yataq otağı, bura isə ikinci yataq otağıdır. Hər yataq otağın özünə məxsus möhtəşəmliyi var, gözəlliyi var. Yəni bunu sözlə ifadə eləmək də çətindir. Buradan da görünüşünü göstərim sizə. Dediyim kimi parka baxır. Yəni parkı yəqin ki bilirsiniz, sahil metrosunun düz yanındadır. Burada belə gözəl make-up'ımız var. Böyük güzgü, sağ-sol işıqlar. Aşağı hissəsində dediyim kimi şkafdır. Dizayna uyğun tablolarımız yerləşdirilib buralar. Kondisioner. Burada işıqlandırmada spotlardan istifadə olunub. Yenə burada televizorumuz. Arxasını görürsünüz. Yəni möhtəşəmdir təmiri. Gözəl taxtımız var burada. Arxası da işlənib. Burada deməli yataq otağının daxilində yenə divarçı qarderobumuz var. Burada əşyalarınızı yerləşdirə bilərsiniz rahatlıqla və bu yataq otağının da daxilində əlavə sanitar qovşağımız var. Ölçüsü də çox genişdir, rahatdır. Gözəl moydadırımız, divarçı unitaz, duş kabinimiz, hər bir şey yığılıb, hər bir şey tam hazır vəziyyətdədir. Mən sizə keçək göstərim buradan üçüncü yataq otağına. Artıq ikisini göstərdim. Bu isə üçüncü yataq otağıdır. Dediyim kimi hər otağın öz gözəlliyi var. Adam bildiyin baxmaqla doymaq olmur. Burada da hər bir şey hazırdır. Televizorumuz, yəni TV stand yığılıb. Gözəl tərzdə mebel daraqlar, dekor saat, burada güzgü yerləşdirilib. Deməli, yataq otağın bu hissəsində yenə şkafımız var. Yəni əşya yerləşdirmək üçün heç bir problem yoxdur. Yer çoxdur. Bu ayda narahat olmağa dəyməz. Taxtımız, arxası və eyni zamanda bu hissədə də yenə şkafdır və bu yataq otağının daxilində yenə əlavə sanitar qovşağımız var. Hər biri fərqli tərzdə. Duş kabin, içərisi də genişdir, gözəl moydadırımız. Yəni hər şey əladır. Keçək, mən sizə göstərim. Burada əlavə yenə saxlanc yerimiz var. Yəni, artıq əşyaları yığmaq üçün burada da əlavə yerlər var. Belə indi mən sonuncu yataq otağını da göstərim, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdırım. Bura isə dediyim kimi sonuncu yataq otağıdır. Yəni uşaq otağı kimi də istifadə edə bilərsiniz, böyük otaq kimi də. Yəni hər şey var. Burada görürsünüz divar içi qarderobumuz yenə yığılıb bu hissədə. Yəni mənzildə əşya yerləşdirmək üçün heç bir problemimiz yoxdur. Burada televizorumuz, yəni iş masası, belə deyim, uşaq üçün masas yazmaq üçün, yəni hər şey nəzərə alınıb, gözəl mebel işləmələri görürsünüz. Burada da işıqlarımız var. Əşya, aksesuar qoymaq üçün aşağı hissələrdə də şkaflar var. Və burada nəyimiz var? Əlavə kondisioner, işıqlandırmada spotlardan istifadə olunub. Yenə gözəl taxtımız, arxası və o hissədə də yenə şkaf var. Yəni bütün əşyalarınızı nə var, hər şeyi yerləşdirə bilərsiniz və bu yataq otağının daxilində də yenə əlavə sanitar qovşaq. Bütün yataq otaqlarının daxilində sanitar qovşaq var. Belə, mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatdan bir daha nəzər əsas atdırım. Mənzil yerləşir şəhərimizin mərkəzində, elit binada, VIP binada, sahil metrosunun düz yanındadır. Bulvara 2 dəqiqəlik piyada məsafədir.
Yəni bundan o tərəfəsi yoxdur. Onu demək istəyirəm. Şəhərin ən gözəl yerində, ən gözəl mənzilini, ən gözəl 4 otaqlı mənzilini göstərirəm sizə. Ölçüsü dediyim kimi 250 kvadratdır. Artıq gördüyünüz ideal da proyekti var. Demək 4 dənə yataq otağı, qonaq otağı, yanında mətbəxi ilə tam əşyalı gördüyünüz şəkildə satılır. Yerləşir 3-cü mərtəbədə və mənzilin start olaraq qiyməti 2.400.000 manat təyin olunub. Əlavə məlumat üçün də göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.